Fonetika bölməsinə dair izahlarla davam edirəm. Sonu q və k samitləri ilə bitən sözlərin tələffüz qaydasından danışırıq. İlk əvvəl q əvəzlənməsi haqqında danışmaq istəyirəm ki, q əvəzlənməsi nədir? Q əvəzlənməsi milli və çox hecalı sözlərdə olur. Yəni əgər sözün sonu q samiti ilə bitirsə və bu söz milli sözdürsə, çox hecalı sözdürsə, yəni tək hecalı sözlərə aid deyil bu qayda. O zaman saitlə şəkilçi artıranda, baxın mən burada yazmışam, yarpaq sözünə ın şəkilçisi əlavə eləmişəm. Yəni saitlə şəkilçi artırmışıq. O zaman q, ğ kimi yazılır. Yəni bu tələffüz qaydası deyil, orfoepik qayda deyil, orfoqrafik qaydadır. Q, ğ kimi yazılır. Məsələn, başqa hansı sözü deyə bilərik? Qonaq, qonaq. Məsələn, A saiti artırıram. Tələffüz eləyirəm, daha doğrusu yazıram qonağa formasında. Q, ğ-ya çevrilir. Milli və çox hecalı sözlərdə. Düzdür, uşaq sözü istisnadır. Milli olmasa da orada da çevrilmə var. Amma əsasən milli və çox hecalı sözlərdə biz q əvəzlənməsini müşahidə edirik. İndi isə danışırıq. Baxın, həmin bu milli sözlər, milli və çox hecalı sözlərin tələffüz qaydasından danışırıq. Yəni, baxırıq, əgər sözdə q, ğ-ya çevrilirsə, onun sonundakı q necə tələffüz olunur? Buna baxırıq. Elə qonaq sözü ilə davam edəcəm. Qonaq, sondakı q, x kimi tələffüz olunur, qonaq formasında. Yəni, özündən sonra hər hansı şəkilçi və yaxud da hər hansı söz gəlmədi, o zaman sondakı q, x kimi tələffüz olundu. Əgər özündən sonra samitlə başlayan şəkilçi işlənərsə, yenə də q, x kimi tələffüz olunur, qonaqlar formasında. Əgər sözdən sonra samitlə başlayan söz işlənərsə, məsələn, qonaq gəldi. Baxın, özündən sonra samit gəlibmi? Deməli, q, x kimi tələffüz olunacaq, olacaq. Qonaq gəldi. Yenə də deyirəm, əgər bizə fonetikada söz birləşməsi veribsə və yaxud da cümlə veribsə, yəni sözdən sonra hər hansı bir söz işlənirsə, o zaman sonra gələn sözün əvvəlki sözə təsiri var, təsiri ola bilər. Buna diqqət edək. Deməli, nə gördük? Ümumilikdə yekunlaşdıraq bu gördüyümüz hissəni. Qonaq sözü. Yəni, sözün sonu q-la bitirsə, özündən sonra heç nə gəlməyib. Q tələffüz olunub x kimi. Özündən sonra samitlə şəkilçi gəlibdir. Yəni, q-dan sonra samitlə başlayan şəkilçi gəlibdir. Q, x kimi tələffüz olunub. Özündən sonra samitlə başlayan söz gəlibdir. Yenə də q, x kimi tələffüz edilir. Amma əgər bu sözdən sonra sait gələrsə, yəni saitlə şəkilçi gələndə dedik, saitlə şəkilçi gələndə yazılışda dəyişdi. Amma saitlə başlayan söz işlənərsə, məsələn, qonaq, otağı, otağı. Əgər belə bir ifadə işlənirsə, yəni özündən sonra gələnə yenə deyirəm, diqqət edirik, sait gəlibsə, bu q, x-nın cingiltili qarşılığı olan ğ kimi tələffüz olunur. Yəni, qonaq, otağı. Baxın, biz bu birləşmədə, qonaq otağı birləşməsində iki prosesi də görürük. Yəni, tələffüz qaydasını görürük. Hansı ki, özündən sonra sait gəldiyi üçün q, ğ kimi tələffüz olunubdur. Həmçinin otaq sözü saitlə şəkilçi qəbul etdiyi üçün son samit olan q, ğ kimi yazılıbdır. Baxın. Yazılış qaydası. Biz yuxarıda milli sözlərin sonunda işlənən q-nın tələffüz qaydalarından danışdıq. İndi isə alınma sözlərin sonunda q samiti işlənirsə, necə tələffüz edirik, bu haqda danışacağam. Deməli, mən bir neçə alınma sözü seçib yazmışam. İstəsəz bunları qeyd eləyin, götürün və əslində bunun yolu var. Testdə tapmağın yolu nədir? Bu sözlərdən sonra saitlə şəkilçi artıracaqsan. Əgər saitlə şəkilçi artıranda q, ğ-ya çevrildisə, deməli milli sözdür. Yox, çevrilmədisə, deməli alınma sözdür. Yəni, alınma sözlərdə q, ğ əvəzlənməsi baş verməz. Bəs bu sözlərin sonundakı q necə tələffüz edilir? Bu sözlərin sonundakı q-da ya olduğu kimi qalır, ya özünün kar qarşılığına, yəni q samitinə çevrilir. Q samiti kimi tələffüz edilir. Məsələn, məntiq sözü. Məntiq. Tələffüzdə q, q kimi oldu. Məntiq. Əslində bu birisi hansı qaydaya bənzəyir? BDGC qaydasına bənzəyir. Məntiq sözü alınma sözdür. Baxıram, saitlə şəkilçi artırıram, q-ya çevrilmir. Deməli, alınmadı. Alınmadısa, özündən sonra sait gələndə q olduğu kimi qalır. Digər hallarda q, q kimi tələffüz olunur. Məsələn, bax, özündən sonra heç nə gəlməyib, q, q kimi. Və yaxud da özündən sonra samitlə başlayan şəkilçi gəlir. Özündən sonra məntiqdən eləyək də, bunu belə doğru olmadı. Məntiq. Və yaxud da məntiq, bilmək, bilmək. Buradakı q'lar özündən sonra samit gəldiyi üçün və tək işləndiyi üçün tələffüz olunur necə? K kimi tələffüz olundu. Amma özündən sonra sait gələrsə, saitlə şəkilçi və yaxud da saitlə söz gələrsə, o zaman q olduğu kimi qalacaq. Məsələn, deyirəm, məntiq öyrən.
Özündən sonra nə gəldi? Sait. Sait gəldiyi üçün q elə q olaraq da qalır. Yəni q kimi tələffüz edildi. Q samitinin ifadə elədiyi səslərə baxırıq. Dilimizdə q samiti 4 səsi ifadə eləyir. Q-nın özü k, x və q samitlərinin, yəni q səslərini ifadə eləyir. Q nə vaxt q olaraq tələffüz edilir? Əgər q-dan sonra, daha doğrusu q sözün əvvəlində gələrsə, məsələn, qələm və yaxud da q samiti iki saitin arasında işlənərsə, məsələn, naqil, aqil, bu sözlər deyə bilərik. Daha sonra q samiti cingiltli samitdən əvvəl işlənərsə, məsələn, miqyas və alınma sözlərdə q samitindən sonra saitlə başlanan söz ya da şəkilçi gələrsə, məsələn, nə deyə bilərik? Üfüq açılır. Üfüq açılır. Belə bir nümunə. Məntiq öyrən. Belə bir nümunə deyirik. Yəni q-dan sonra sait işlənib baxın. Deməli bu q olduğu kimi tələffüz edilir. Bu halda q elə q kimi tələffüz edilir. Bəs nə vaxt q kimi tələffüz edilir? Q əsasən bu nə vaxt baş verir? Alınma sözlərdə. Məsələn, üfüq xətti. Üfüq hansı sözlər qrupuna daxil idi? Alınma sözləri idi. Bunlarda q əvəzlənməsi baş vermirdi. Əgər özündən sonra sait gəlirsə q olduğu kimi qalır. Digər hallarda isə q öz kar qarşılığına çevrilir. Daha sonra kar samitdən əvvəl, söz ortasında kar samitdən əvvəl işlənərsə, məsələn, nə deyə bilərik? Təqsir sözünü. Təqsir sözünü demək mümkündür burada. Q nə vaxt, daha doğrusu q nə vaxt x səsini ifadə elədi? Milli və çox hecalı sözlərdə. Özündən sonra sait gəlməsə, x səsini ifadə eləyir. Məsələn, nə deyirdik? Qonaq, qonaqlar, qonaq otağı. Və, yox, burada səhv getdi. Otağı sözü deyildi. Üzrlü sayın, otağın burada qeyd eləməli deyiləm. Çünki özündən sonra otağı sözü saitlə başlayır. Bizə lazımdır samitlə. Məsələn, qonaq gəldi. Samitlə söz gəlməli idi. Q tələffüz edilir x kimi. Amma özündən sonra saitlə başlayan söz gələrsə, məsələn, qonaq otağı, o zaman q kimi tələffüz edilir. Özündən sonra saitlə başlayan şəkilçi gəldikdə isə tələffüzdə q, ümumiyyətlə yazılışda da q yoxdur. Ona görə çevrilmədə, yəni səs dəyişməsi də müşahidə edilmir. Sonu k hərfi ilə bitən sözlərin tələffüz qaydasından danışırıq. İlk əvvəl milli mənşəli sözlərdən başlayıram. Əgər söz milli mənşəlidirsə və sonunda k işlənirsə, k-y əvəzlənməsini müşahidə eləyəcəyik. K-y əvəzlənməsi. Nə vaxt baş verir k-y əvəzlənməsi? Milli sözlərdə və çox hecalı sözlərdə. Çox hecalı, milli və çox hecalı sözlərdə. Özündən sonra sait gəlirsə, k-y-yə çevrilir. Məsələn, köynək, saitlə şəkilçi artırıram, yazıram köynəyin. Və bu yazılış qaydasıdır uşaqlar. Bu tələffüz qaydası deyil, yazılış qaydasıdır. Artıq yazılışda k-y-yə çevrilibdir. Və yaxud da çiçəyə, çiçəyə, k-y-yə çevrilibdir. Bu məqamda bitişdirici samitlər haqqında danışım. Bitişdirici samitlər hansılardır dilimizdə? N, y və s samitləridir. Və bitişdirici samitləri bəzən şagirdlər qarışdırırlar. Baxın, tutaq ki, elə çiçəyə sözünə baxıram. Burada y bitişdirici samit deyil. Çünki çiçək sözündə k-y-yə çevrilibdir. Yəni sözün kökü hesab olunur, bitişdirici deyil. Və yaxud da köynəyin sözündə, köynəyin, köynək, bu sözün köküdür. Yəni y sözün kökündədir, bitişdirici deyil. Əslində nədir? K-nın çevrilmiş formasıdır. Yəni k-y-yə çevrilibdir. Deməli, nə oldu? Milli çox hecalı sözlərdə k-y əvəzlənməsi baş verir. Alınma sözlərdə isə k-y əvəzlənməsi baş verməz. Yəni, sözün milli və yaxud da alınma olduğunu bu formada müəyyənləşdiririk. Və əgər k-y əvəzlənməsi baş verən sözdürsə, onlarda sondakı k necə tələffüz olunur? Yenə də qeyd edirəm, əvvəl sözə baxırıq, k-y əvəzlənməsi baş verirmi? Əgər k-y əvəzlənməsi baş verirsə, məsələn, elə çiçək sözünü qeyd edirəm. Çiçək, özündən sonra heç nə gəlməyibdir, k xışdırıq kimi tələffüz olunur. Çiçək formasında tələffüz edilir. Çiçək sözündən sonra samitlə başlayan şəkilçi artırıram. Çiçəklər, tutaq ki. Özündən sonra samit gəldiyi üçün yenə k xışdırıq kimi tələffüz olunur. Çiçəklər. Özündən sonra samitlə şəkilçi gəlir, daha doğrusu samitlə başlayan söz gəlirsə, məsələn, çiçək qoxusu. Qoxusu k xışdırıq kimi tələffüz olunacaq. Çiçək qoxusu. Yəni,
Milli sözlərdə sözün sonunda k işlənirsə, əgər özündən sonra, baxın, heç nə gəlməyib, özündən sonra samitlə şəkilçi və yaxud da ki, samitlə başlayan söz gəlirsə, o zaman k xışdırıq kimi tələffüz edilir. Yox, özündən sonra saitlə başlayan söz gələrsə, məsələn, elə çiçək sözündən gedirəm, çiçək ətri. Baxın, bu zaman k y kimi, yəni xışdırığın cingiltili qarşılığı kimi tələffüz edilir. Çiçək ətri və yaxud da böyük otaq. Necə olacaq tələffüzdə? Böyük otaq. Qıda x kimi tələffüz edilir. Alınma sözlərin sonunda k samiti necə tələffüz edilir? Əgər söz alınmadısa, birinci, yəni müəyyənləşdirməyimizin yolu nədir? Sözdə özündən sonra saitlə şəkilçi artır və bax, k-yə əvəzlənməsi baş verirmi? Yox, baş verməyəcək. Yəni alınma sözlərin sonunda k işlənirsə, saitlə şəkilçi artıranda k-yə əvəzlənməsi baş vermir. K y-ya çevrilmir. Çünki yuxarıda da dedik, k nə vaxt y-ya çevrilirdi? Milli sözlərdə y-ya çevrilirdi və çox hecalı sözlərdə. Burada mən qeyd eləmişəm həm alınma sözləri, hansı ki sonu k-la bitir, həm də tək hecalı sözləri, sonu k-la bitən. Qaydamız çox rahatdır. Əgər alınma sözün sonunda k samiti işlənibsə, k y-ya çevrilmir və hər bir halda k elə k kimi tələffüz edilir, tələffüzdə dəyişmir. Yəni, tutaq ki, şərik sözü, saitlə şəkilçi artırıram, şərikin yazılır. Şərikin. Şəriyin yanlışdır. Əgər şəriyin yazırsansa, yanlışdır. Şərikin yazılmalıdır. Həmçinin də elə şərik, təbrik, idrak, iştirak bu formada da tələffüz edilir. Eyni qayda tək hecalı sözlərə də aiddir. Ekran saxlayıb bu sözləri qeyd edə bilərsiniz. Və nə qaldı burada mənim sizə demədiyim? K hərfinin ifadə elədiyi səslər deyirik indi. K hərfi dilimizdə 5 səsi ifadə edir. K-nın özünü nə vaxt k elə k olaraq tələffüz edilir? Sözün əvvəlində gələrsə və alınma sözlərdə, baxın, alınma sözlərdə k elə hər zaman k olaraq qalırdı. Özündən sonra sait də gəlsə, samit də gəlsə k olaraq qalır. Daha sonra alınma sözlərdə əsasən Rus Avropa mənşəli sözlərdə k səsini ifadə edir. Sonra g səsini, g nə vaxt g səsini ifadə edir? İki kar samitdən, ikincisi k olarsa bitki, seçki, küskün, kəskin bu sözlərdə və eyni cinsli samitlərdə 2 k yanaşı işlənəndə ikincisi g kimi tələffüz edilirdi. Burada da yenə g səsini ifadə etdiyi məqam var. Daha sonra x səsini nə vaxt ifadə eləyir? Milli sözlərdə özündən sonra heç nə gəlmir. Baxın, bu məqam. Daha sonra özündən sonra samitlə başlayan şəkilçi gəlib, özündən sonra samitlə başlayan söz gəlib, k, sondakı k. Xışdıraq kimi tələffüz edilir. Və yenə də milli sözlərdə özündən sonra saitlə başlayan söz gələrsə, k, y kimi tələffüz edilir.